Hər vaxtınız xeyir olsun. Mən sizlər üçün müxtəlif mövzulardan bir neçə sual izahı təqdim edəcəm. Çalışacağım ki, bugün suallarımızın sayı daha çox olsun. 5, 10, 15 yox, daha çox sual izah eləməyə çalışacağım sizlər üçün. Sadəcə mən sual izah edəndə çox dərinliyinə gedirəm, ona görə vaxtımız çox gedir. Bugün çalışacağım ki, çox da o qədər uzun danışmayım. Suallarımızdan daha çoxunu izah edə bilim sizlər üçün. Baxın, müxtəlif mövzulardan fərqli suallar izah edəcəm sizə. Birinci sualımız imtahanda ən çox düşən müəllim-şagird, müəllim-valideyn münasibətləri haqqındadır. Gəlin baxaq bu suala. Deyilir ki, burada məktəbə yeni təyin olunmuş müəllim 9-cu sinifə dərs keçməyə başlayır. Deməli, müəllim sinifə yeni təyin olunubdur. 9-cu siniflərə dərs keçməyə başlayır. Şagirdlər heç bir halda yeni müəllimi qəbul etmək istəmirlər. Şagirdlər yeni müəllimi qəbul etmək istəmirlər. Onunla uyğun münasibət qura bilmirlər. Deyir, müəllim bu problemi aradan qaldırmaq üçün hansı addımları atması yaranmış vəziyyəti düzəldə bilər. Yəni, müəllim neynəsə uşaqlarla arasında olan həmin o soyuqluq götürülə bilər, o uşaqlar da müəllimi çox istəyir. Bir də deyir ki, müəllim şagirdlərin valideynlərlə danışıb bu məsələni həll edə bilər. Təbii ki, valideyni bura çağırmağın bir önəmi yoxdur və ya onunla danışmağın bir əhəmiyyəti yoxdur. Müəllim özü şagirdlərlə arasındakı münasibəti tənzimləməlidir. 2-də deyir ki, müəllim şagirdlərlə dərsdən sonra maraqlı bir məkanı ekskursiya edə bilər. Yəni, uşaqları yığırıq, aparırıq, onlarla gözəl bir ekskursiya. Uşaq nəyi sevir? Gəzməyi, əylənməyi sevir təbii ki. Ona görə müəllim bu üsuldan istifadə eləsə effektiv olar. Xoş bir münasibət yaranır aralarında. 3-də deyir ki, müəllim sinifə dərs keçən digər həmkar yoldaşları ilə ünsiyyətə girərək sinifin vəziyyəti haqqında xüsusi məlumatlar ala bilər. Yəni, bu da ola bilər məncə. Çünki niyə? Axı, digər həmkarları bilir də, yəni bu uşaqların xarakteri nədir, xüsusiyyəti nədir, onlarla ən azından necə ünsiyyətə girə bilərsən deyə iş yoldaşlarına məsləhətlər verə bilərlər. Deməli, 2 və 3 olacaq doğru cavabımız. D bəndi. 4 niyə səhvdir? Deyir, müəllim dərsin əvvəlində dərs boyunca aktiv olan şagirdlərə sonda hədiyyə verəcəyini bildirir. Yəni, rüşvət təklif edirəm. Siz yaxşı oxusanız sizə hədiyyə verəcəm. Bununla da onları cəlb edə bilməz təbii ki. Bəlkə yaxşı oxumayanlar da var orada. Onlar hədiyyə almayacaq və yenə də müəllimə qarşı münasibətləri mənfi olacaq. Bu halda ən uğurlu variant ekskursiyaya getmək və həmkar yoldaşlarla əlaqəyə girməkdir. 2 və 3 nömrəli sual. Cavab daha doğrusu. Digər suallardan, digər mövzulardan suallara baxaq gəlin sizinlə. Misal üçün, valideynlə münasibətdir. Bu da o şagirdlə münasibəti idi o sual. İndi isə valideynlə münasibətlə bağlı bir sual tipinə baxırıq. Deyir, klasteri tamamlayın. Klasterdə bizə nə verilib? Valideynlə pozitiv münasibət qurmaq üçün bir yol verilib, ikisini biz tapırıq. Valideynə tez-tez zəng edib şagirdlə bağlı xəbərdarlıqlar etmək lazımdır. Pozitiv münasibət qurmaq üçün biz bilirik ki, yaxşı bir şərait yaratmaq lazımdır. Tez-tez zəng edib xəbərdarlıq eləmək ki, hardasan, niyə gəlmirsən, uşağınla niyə maraqlanmırsan və ya sənin uşağın belə elədi, elə elədi deməklə biz valideyni məktəbə cəlb eləyək və ya pozitiv münasibət qura bilmərik. A bəndi yanlışdır. B-də deyilir ki, şagirdlə bağlı şikayətləri e-mail ilə göndərmək məqsədə uyğundur. Yəni, şikayəti e-mail ilə niyə göndərirəm də? Yəni, ən azından biz valideynin özü ilə bir hörmət əlamatı olaraq danışa bilərik, zəng edə bilərik, görüşə bilərik və s. E-mail ilə göndərmək və həmçinin də şikayət göndərmək e-mail ilə bu doğru bir yanaşma deyil. Pozitiv valideyn icazə təşkil etmək lazımdır. Pozitiv münasibətdən gedirsə söhbət, təbii ki, pozitiv valideyn icazı yaxşı olar. Valideyni sinif fəaliyyətlərinə cəlb etmək olar. Bəli, bu da, yəni valideyn sinif fəaliyyətinə cəlb eləsə, gəlsə, getsə, tədrisin gözəlliyini görsə, əgər müəllim gözəl tədris aparırsa təbii ki, o zaman valideyn də cəlb oluna bilər. Bu halda cavabımız 2 nömrəli sualda C və D olacaq, B variantı. Yəni, pozitiv müəllim valideyn münasibətlərində biz C ilə D-ni bura yaza bilərik. Bura C, burada D yazdıq, tamamladıq. Bəli. Daha sonra digər başqa bir mövzu. 54 nömrəli sual sinifin idarə olunması ilə bağlı bir sual tipidir. Burada deyilir ki,
Sinif iclasları ilə bağlı verilən hansı fikir doğrudur? Yalnız xüsusi bir məsələ ortaya çıxdıqda təşkil edilə bilər. Ancaq xüsusi bir məsələ olsunmu mən valideynlə əlaqə saxlayım? Yox, təbii ki, yanlış bir yanaşmadır. Xüsusi bir məsələ yanlışdır. Yəni, ola bilər uşaqların irəliləyişləri haqqında, inkişafı haqqında, tədrisə marağı haqqında və s. valideynlə istənilən bir vaxtda müzakirə aça bilərik. Yəni. Deməli, A variantı doğru yanaşma deyil. Belə iclasları heç bir halda şagirdlərin idarəsi ilə buraxmaq tövsiyə edilmir. Xeyr, sinif iclasları elə deməli, şagirdlərin özünün öhdəsində buraxılsa daha yaxşı olar. Yəni, müəllim istiqamət verir, yenə də fasilitatorluq edir. Şagirdlər özləri problemlərini həll edirlər. Bu halda B variantı əslində tövsiyə edilmir, yox, edilir olmalı idi. B-ni silirik. Şagirdlərdə fikirlərini konstruktiv şəkildə ifadə etmək bacarığı formalaşdıra bilər. Bu doğru cavab ola bilərmi? Yəni, sinif iclası zamanı nə qədər düzgün şəkildə qurulsa proses, bu halda artıq uşaqlar da öz fikirlərini sərbəst ifadə edə bilərlər. Bəli, cavab olacaq C variantı. D niyə yanlışdır? Müəllim və valideynlərin rəsmi yığışması. Ümumiyyətlə, sinif iclası keçirilir şagirdlər arasında bir problem baş verəndə. Sinif iclasından gedir söhbət. Valideynlə müəllimin rəsmi yığışması həm də sinif iclası ilə bağlı təbii ki, doğru yanaşma ola bilməz. Belə iclaslar zamanı konfliktdə olan iki şagirdin dostluq etdiyi sinif yoldaşlarından problemin həll yolunu soruşmaq tövsiyə edilmir. Əksinə, tövsiyə edilir olmalı idi. Tövsiyə edilmir, yox. Burada belə bir yanaşma var. Baxın, sizə bildirim. Əgər şagirdlər arasında bir problem baş veribsə, onların dostluq etdiyi sinif yoldaşlarından nə tövsiyə edilmir soruşmaq? Tövsiyə edilmir soruşmaq günah kimdədir sözünü. Uşaqlar, bu problemdə, münaqişədə günah kimdə idi? Siz dediniz, siz gördünüz, kim elədi birinci, kim addım attı, kim vurdu? Bu tip yanaşma müəllim tərəfindən doğru deyil. Təbii ki, dostluq etdikləri kim kimin dostudursa deyəcək ki, o dostunun tərəfini tutacaq. Amma dostluq etdiyi sinif yoldaşından problemin həll yolunu soruşa bilərik. Yəni, biz bilirsiniz ki, uşaqların hamısından soruşa bilərik də, uşaqlar, siz olsanız bu problemi necə həll edərdiniz? Siz hansı yanaşmanı göstərərdiniz və s. Ona görə də bu əslində tövsiyə edilir olmalı idi. Cavab C variantı. Sinifin idarə olunması ilə bağlı başqa bir sual tipinə də baxaq. Misal üçün 4 nömrəli sual. Baxaq 4 nömrəli suala. Burada deyilir ki, müəllim tədrisdə iş forması olaraq qrupla iş formasından istifadə edir. İstifadə etdiyi iş forması hansıdır? Qruplarla iş forması. Daha öncədən şagirdlər üçün qrup işi qaydaları tərtib edib. Nə gözəl. Müəllim qrup işinə başlamazdan öncə qaydalarını da tərtib edib. Bu qaydalarla şagirdləri tanış edir. Verilənlərdən deyir, hansı qrup işi qaydası olarsa, təlim səmərəsiz olar. Yəni, müəllim hansı qaydanı qoysa, təlim səmərəsiz olar. A bəndi, işləyərkən bir-birinizə kömək edin. Bir-birlərinə kömək etməsi qrup işində müsbət bir haldır. Səmərəsiz olmaz. Danışmaq üçün növbənizi gözləyin. Növbə gözləmə mədəniyyəti də varsa, bu da təbii ki, səmərəli olar. Bir-birinizin şəxsi keyfiyyətlərinə fikir bildirin. Baxın, biz qrup işi keçiririk. Qrup işinin də məqsədi nədir? Şagirdlər bir-birinin işini dəyərləndirsin, bir-birinin fəaliyyətinə rəy versin, bir-birinin zəif, güclü tərəflərini və s. görsün, obyektiv olsun. Onların şəxsi keyfiyyətlərinə fikir bildirmək kimi bir yanaşması yoxdur. Ona görə C bəndi səmərəsiz olar. Baxın, C bəndi səmərəsiz olacaq. Çünki şəxsi keyfiyyətinə yox, işinə rəy verilməlidir. Cavabımız C bəndi. D niyə səhvdir? Deyir, danışarkən bir-birinizi sona kimi dinləyin. Bəli, bir-birini sona kimi dinləmə mədəniyyətidir bu. Bir-birinizin fikri ilə razı olmasanız belə hörmət edin. Tənqidi yanaşmaq. Yəni, tənqidi yanaşın. Ola bilər, razı deyilsiniz, amma hörmət edin. Hər kəsin öz yanaşması var. Cavab ona görə də olacaq. C bəndi burada. Belə. Baxaq, başqa bir mövzudan olan suala. Bundan əvvəl hansı mövzu gəlir? Səmərəli öyrənmə mühitinin qurulması gəlir. Elə 24 nömrəli suala gəlin baxaq. Əgər bu tip izahlar görmək istəyirsinizsə, müəllimlər, videomu bəyənin, kanalıma abunə olun
və şərh bölməsində də bunu deyim yadımdan çıxmamış. Şərh bölməsində də əgər bu tipdə müxtəlif mövzulardan test izahları görmək istəyirsinizsə, şərh bölməsinə yazın ki, müəllim, biz bu tip videoların ardını görmək istəyirik. Mən də sizin üçün həvəsə gəlim, görüm ki, müəllimlər istəyir bunu. Onlara üçün maraqlıdır, izahımızı bəyənirlər, aydındır onlar üçün. Bir həvəsə gəlib mən də boş vaxtlarımın hamısında sizlər üçün testlər, videolar, izahlar çəkim, yerləşdirim YouTube kanalıma. Gözləyəcəm rəylərinizi. Rəyləriniz gəlməsə növbəti video gəlməyəcək. Çünki ruhdan düşəcəm artıq. Deyəcəm, mən istər sayıla bilmirəm ki, müəllimlər bəyənmir mənim izahımı. Baxaq 24 nömrəli suala. Deyir, verilmiş hansı situasiyada sinifdə səmərəli öyrənmə mühitinin olduğunu demək olmaz. Nədir səmərəli öyrənmə mühiti? Yəni, düzgün münasibətin qurulması, şagirdlərin özlərini rahat hiss eləməsi, aydın gözləntilərin qoyulması və s. Yəni, müsbət bir münasibətin yaradılmasıdır. Səmərəli öyrənmənin olduğunu demək olmaz deyir. Müəllim olimpiyadalarda yüksək nəticə əldə etmiş şagirdləri bütün sinifin iştirakçıları təbrik edir. Bunu bir çox hallarda müəllimlər yanlış götürür. Düşünürlər ki, yox, olmaz. Baxın, yəni olimpiyadada uşaq yaxşı nəticə göstəribsə, onu bütün sinifin adından, bütün sinif iştirakçıları niyə təbrik etməyim ki? O zaman yanlış olar ki, olimpiyadada iştirak edib qalib gələn uşağı çıxarım lövhənin qarşısına, deyim, baxın uşaqlar, görürsünüz, nümunədir. Siz də ona bənziyin, siz də onun kimi olun. Siz də yoldaşınız kimi oxuyun. Bu tipdə müqayisəli şəkildə mən onu tərifləsəm, çıxarıb. Təbii ki, bu yanlış olar. Çölə çıxan kimi deyəcəklər, gəl görün bura. Yəni, sən o yaxşı olan. Sən olimpiyadada yaxşı nəticə göstərsən, mən də bütün gün idmanla məşğulam. Gəl görüm kimin qolu güclüdür. O birisi deyəcək, gəl görüm kimin dili güclüdür. Ona görə də bu tipdə onları çıxarıb qarşıya tərifləmək, o təbii ki, nə olacaq? Bu tipdə yanaşma göstərmək, müqayisə eləmək, bullyingə gətirib çıxaracaq sonunda. A bəndi doğrudur, yəni sadəcə təbrik eləyə bilərik yoldaşları adından, özümüz adından. Nə gözəl, yaxşı iş görüb axı. Deməli, bu halda A doğrudur, A-nı götürmürük. B-də deyir ki, dərslərin gedişatında müəllim şagirdlərin anlamadıqları məqamları müəyyənləşdirir. Nə gözəl, nə yaxşı müəllimdir. Və həmin hissələri daha aydın izah etmək üçün fərqli strategiyalardan istifadə edir. Əhsən, alqışlayaq müəllimi, düzdür. Başqa nə edə bilərik ki? Səhv çıxartmayacaq ki müəllimi. Düzgün yanaşma göstərib, çünki anlamadıqlarını müəyyənləşdirib, həmin hissələri izah edib, müxtəlif strategiyalarından dərsini qurub. Doğru yanaşmadır. Müəllim şagirdlərə xülasə yazmağı tapşırır. Şagirdlərin əksəriyyəti xülasəni doğru yaza bilmir. Belə vəziyyətdə müəllim təmkinli davranır. Afərin müəllimə, bizim kimi təmkinli müəllimdir. Güya da yəni. Və fərqli həll yolları düşünür. Təmkinli davranır və fərqli həll yolları düşünür. Deməli, bu da doğru yanaşmadır. Müəllim düzgün münasibət göstərdi. Müəllim şagirdlərin fərdi xüsusiyyətlərindən xəbərdar olmaq üçün sinifdə anket sorğusu keçirir və şagirdlərin xüsusiyyətlərini prosesin təşkilinə nəzərə alır. Yenə də sorğu keçirdi, onları tanıdı və onların xüsusiyyətlərinə görə də dərsini qurdu. Deməli, burada da müəllim doğru edir. E bəndində deyir ki, müəllim ilin əvvəlində sinif üçün davranış pozuntularının qarşısını vaxtında almağa imkan verən və cəzaların da olduğu qaydalar müəyyən edir. Vay, vay, vay. Müəllim avtoritar müəllimdir. Deyir, burada mənəm, Bağdadda Kol xəlifə. Yəni, dərs başlayıb hələ, dərsinin əvvəlidir. Düşünün ki, dərsinin əvvəlini qoyun kənara. Siz özünüzsünüz, getmişsiniz bir ortama, bir qrupa, nə bilim, bir tədbirə, iclasa. İclası keçirən şəxs gəlir, içəri girən kimi deyir ki, bax, sən sağa baxsan, səni belə cəzalandıracağım. Nə bilim, sən qaydanı pozsan, səni belə cəzalandıracağım. Biraz da gözün ağardır. Əsəbi şəkildə sizə davranır. Nə edəcəksiniz? Çıxıb gedəcəksiniz oradan. Axı sizin seçiminiz var, uşağın seçimi yoxdur da, yazıq oturmalıdır orada. Artıq o dərsin effekti olmayacaq. Artıq o şagird müəllimə qarşı kin, nifrət hissi yaranacaq. Yəni, heç vaxt özümüzə qarşı bir ortamda, bir yanaşmada, nə bilim, bir mühitdə mənfi münasibət formalaşdırmamalıyıq. İlk münasibət pozitiv olmalıdır. Yəni, gəlirsənsə bir yerə, birinci pozitiv münasibət. Həmçinin qayda, ilin əvvəlində qaydalardan öncə gözləntilər qoyulmalıdır. Mən səndən nə gözləyirəm? Bəlkə elə o uşaq o gözləntiləri yerinə yetirəcək. Əgər gözləntilərə əməl olunmasa, ən sonuncu addım kimi biz qayda müəyyənləşdirə bilərik. Yəqin ki, aydındır. Cavabımız E bəndi olacaq.
Bu tip situasiyalar maraqlıdır. Yəni adi idrak taksonomiyasında xatırlamaq nəyə deyilir? Bu sualdansa, təbii ki, bu tipdə situasiya maraqlıdır da, düzdürmü? Oxuyursan, anlayırsan, nəsə başa düşürsən, sabah məktəbdə nə etməlisən, onu ən azından bilirsən. Amma bir çox müəllim istəyir ki, ona desinlər ki, isimin adı nədir, nə bilim, isim nəyi bildirir? Kitab sifətdir, yoxsa isimdir. Yəni bu tipdə suallar bizə lazım deyil artıq. Bizə lazımdır. Cədvəl sualına baxaq. Bizə lazımdır nə? Səmərəli, sabah bizə kömək olası suallar. O da maşallah artıq var. Bizim də yeni test bankımız çıxır bu arada. Situasiyalardan ibarət. 50 dənə sınaqdan ibarət 1000 situasiya sualı var. Və bu situasiyalar deyərdim ki, yəni bir çox yerlərdə verilən situasiyalardan daha çətin tiplidir. Kitabı əldə etmək üçün aşağıdakı nömrəyə əlaqə saxlaya bilərsiniz. Yaza bilərsiniz bizə. Edu Company təhsil şirkətinin səhifələrinə yaza bilərsiniz və ya mənə yaza bilərsiniz. Biz qeydiyyat eləyərik sizi. Artıq maksimum bir həftə ərzində satışda olacaq. Artıq nəşr olunur. Cədvələ əsasən deyir, doğru fikri müəyyən edin. Baxaq, deməli, 4 nömrəli suala. Burada deyilir ki, səmərəli öyrənmə mühitində şagirdlərə sual verdikdə onlara gözləmə vaxtının verilməsi düşünmə geriliyinə səbəb olur. Yəni, harada görünüb ki, uşağa gözləmə vaxtı verim, o düşünmə geriliyi baş versin. Yox, əksinə, gözləmə vaxtı verirəmsə, o daha çox düşünməyə vaxt qazanır. Daha çox düşünür, daha səmərəli olur onun üçün. Deməli, cavabımız burada bir yanlışdır. Cədvəlin işlənmə qaydasını bilməyənlər üçün deyim ki, əgər cədvələ əsasən uyğunluğu müəyyənləşdirin deyirsə, doğrunun altından doğru, yanlışın altından yanlış cavab seçilməlidir. Bir yanlış olduğu üçün biri sildik. 2 də deyir ki, effektiv təlim mühitinin olduğu yerdə şagirdlərin həm akademik göstəriciləri, həm də sosial bacarıqları inkişaf edir. Bu doğru yanaşmadı mı? Təbii ki, doğrudur. Doğru olduğuna görə doğrunun altında doğrunu götürdüm. Cavabımın biri 2'dir. 1 olanları silirəm artıq. Bu qədər qalır 2. 2 də 2 yerdə var. D və yaxud da Y variantında. Baxırıq digərlərinə. Yanlışın altında yanlış tapmalıyıq. Deyir, müəllim tədris prosesi zamanı nə keçəcəyinə deyil, şagirdlər üçün öyrənmə mühitini effektiv şəkildə necə quracağına yönəlir. Sizcə bu doğrudur, yoxsa yanlışdır? Təbii ki, doğrudur. Yəni, müəllim proses zamanı nə keçəcəyinə yox, onsuz da keçəcəyini planlaşdırmasında ilin əvvəlindən müəyyənləşdirib, səriştəli müəllim müəyyənləşdirib. Ona görə o nə keçəcəyini bilir. Artıq proses nədir? Proses zamanı necə öyrədəcəm, necə quracam işimi? Bu daha önəmlidir. Ona görə fikir doğrudur. Fikir doğru olduğu üçün yanlışın altında doğru seçilməz. Düzdür? Deməli, artıq E variantı da getdi işinin dalınca. Qaldı D variantı 2 və 4. 4 niyə səhvdir? Deyir, müəllimin həddən artıq ciddiliyi şagird hazırlığındakı əsas həlledici faktorlardan biridir. Bəli, müəllimin ciddiliyi önəmlidir. Hətta ilk dərsdə daha önəmlidir. Amma həddən artıq ifrat dərəcədə ciddilik, bunun heç bir önəmi yoxdur. Münasibət pozitiv olmalıdır. Sadəcə sizə məsləhətim, özünüz də bilirsiniz onsuz da, yəni ki, ilk dərs çox önəmlidir. İlk dərsdə olan ciddiliyinizi biraz qorumağa çalışın. Zaman amma şagirdlərə qarşı pozitiv olun. Onlarla münasibəti elə qurun ki, onlar sizi sevsinlər. Sevgi olan yerdə, hörmət olan yerdə və biraz da pərdəli şəkildə davranmalıdır müəllim təbii ki. Dost əlin çininə qoyub dost olacaq səviyyədə olmamalıdır. Müəyyən pərdəni qoruyaraq səmimi, mehriban olmaq lazımdır. Çünki uşaq sevgi istəyir. Mütləq ki, bu lazımdır. Deməli, cavabımızın bir də 4'dür. 2 və 4 D bəndini götürürük. Daha sonra növbəti bir sualımıza baxaq. Görək bundan sonra başqa hansı mövzumuz var. Onlardan da bir neçə testlərə baxaq. Maraqlı testlərdə özünüz də görürsünüz. Sosial-emosional öyrənmə ilə bağlı bir baxaq testlərə. Misal üçün 10 nömrəli sual. 10 nömrəli sualda deyilir ki, müəllim şagirdlərə mətni oxumağı tapşırır. Daha sonra onları personajların duyğuları, motivasiyaları və seçimləri haqqında müzakirəyə cəlb edir. Öyrəndikləri barədə düşünməyə sövq edən suallar verir, yəni açıq tipli suallar. Müəllimin sinifdəki fəaliyyəti ilə bağlı hansı fikirləri demək olar? Baxın,
mətni oxudur və oradakı personajların yerinə özlərini qoymalarını istəyir. Deməli, şagirdlərdə empatiya hissi, mənəvi dəyərlər formalaşdırır. Hansıları demək olar? 1. Şagirdlərin belə müzakirəyə cəlb olunması onlarda müxtəlif həyati situasiyalarda necə davranmaları ilə bağlı fikir formalaşdıra bilər. Düzdürmü? Müxtəlif həyati situasiyalarda necə davrana bilərlər? Çünki duyğular, hisslər haqqında danışır. Bu mənim fikrimcə doğrudur. Götürürük 1-i. 2. Müəllimin fəaliyyəti oxuyub yazaraq öyrənmə tərzinə malik şagirdlərin sosial-emosional bacarıqlarını inkişaf etdirməkdir. Oxuyub yazaraq bəlkə də bu oxumaq sözü sizi aldada bilər. Amma müəllim orada hamıya verdi də oxumaq üçün. Təkcə oxuyub yazanları nəzərə almadı ki, audio, vizual, kinestetik hamısı orada iştirak edir. Deməli, oxuyub yazaraq üçün verməyib sadəcə bunu. 2 yanlışdır. 2-ni silirik. 3-də deyir ki, şagirdlərə düşünməyə təşviq edən suallar verməklə müəllim onlarda analitik bacarıqların inkişafına kömək edir. Baxın, düşünməyə sövq edən suallar verir. Düzdür? Düşünməyə sövq edən suallar verirsə, deməli, onlarda analitik, təhlil etmə bacarıqları inkişaf edəcək. Analitik düşünmə, təhlil bacarıqları. Deməli, 3-ü də götürürük. Qaldı bir variantımız. Görək 4-dürmü, yoxsa 5-dürmü? Biraz əvvəl diqqətlə dinlədiksə, orada empatiya sözünü işlətdim. Elə görürsünüz, burada empatiya var. Yəqin ki, 4 olacaq. Bir fəaliyyət şagirdlərdə empatiya hissini formalaşdırır, onlarda ünsiyyət bacarıqlarını inkişaf etdirməyə kömək edir. Düzdürmü? Bəli, bayaq izah elədim. Deməli, cavabımız oldu 1, 3 və 4. Yəni, B variantı. 5 niyə səhvdir? Deyir, müəllimin məqsədi şagirdlərin akademik cəhətdən əldə etdikləri bilik və bacarıqların inkişafını təmin etməkdir. Akademik deyil, axı sosial-emosionaldır. Hisslərlə bağlıdır. Ona görə 5 yanlışdır. Cavabımız 1, 3 və 4 olacaq. Bunu da qeyd edim ki, May Surət qrupumuz dərslərə başladı artıq. İstəsəz qoşula bilərsiniz May Surət qruplarımıza. Bu qruplarda demək olar ki, həftənin hər günü dərslərimiz olacaq. İyun ayından isə yeni qruplarımızda sizə deyim ki, yəni daha fərqli formada keçəcək dərslərimiz. Həftənin hər günü, yeri gəlsə, axşam da, səhər də, gün ortada dərslərimiz olacaq. Yəni, imtahana qədər bütün proqramı həm təkrar, həm sual-cavab, həmçinin də testlərini işləmiş olacaqsınız ki, biz həftədə artıq 2-3 dəfə ümumi sınaqlar da göndərik müdavimlərimizə. Bununla yanaşı da ki, test bankımız artıq çıxacaq. Oradan da təbii ki, testlər işləyəcəyik. 58 nömrəli sual nəzəriyyələrlə bağlıdır. Gəldik nəzəriyyələrə çatdıq. Deyilir ki, müəllim şagirdlərə sistemli tənliyə aid nümunələr göstərərək, onlarla birlikdə misalların həll edilmə algoritmini təhlil edir. Müəllimin istifadə etdiyi strategiya hansı nəzəriyyəyə əsaslanır? Müəllim nümunələr təqdim edərək onlara köməklik eləyir. Düzdür? Buna da biz deyirik scaffolding strategiyası. Baxın, scaffolding yəqin ki, bilirsiniz scaffolding nədir? Scaffolding müvəqqəti dəstəkdir. Lev Vygotsky'nin sosial inkişaf nəzəriyyəsinə əsasən müəllim orada uşaqlara scaffolding edərək müvəqqəti dəstək göstərib testləri işlədir. Deməli, cavabımız olur B variantı sosial inkişaf nəzəriyyəsi. Başqa bir test nümunəsinə baxaq nəzəriyyələrlə bağlı. Misal üçün elə 40 nömrəli suala gəlin baxaq. Burada deyilir ki, müəllim şagirdlərə qrup işi verir. Aha, qrup işi verdi. Şagirdlərdən birinə qrupun digər üzvlərini təşkilatlandırmasını tapşırır. Birinə digərini təşkilatlanmasını tapşırır. Çünki onun bu tapşırığın öhdəsindən gələcəyindən əmindir. Verilən situasiya ilə bağlı doğru fikir hansıdır? Deyir, bu şagirddə şəxslər arası intellekt, sosial bacarıqlar güclü inkişaf edib. Deyə bilərikmi elə A bəndi? Variantımız elə A bəndidir. Çünki şəxslər arası da qrup işində ona yoldaşını təşkilatlandırmasını tapşırır. Həmçinin də bunu həmin şagirdin bacaracağına müəllim əmindir. Bilir ki, onun sosial bacarıqları güclü inkişaf edib. İnandırıcılıq, liderlik və s. Elə cavabımız A bəndi olacaq. B niyə səhvdir? Deyir, bu şagirdə bədən kinestetik intellekt. Bədən kinestetik yox, şəxslər arası. B səhvdir. Məkan vizual intellekt yox, şəxslər arası. C səhvdir. Şəxslər arası intellekt doğrudur, amma deyir, akademik bacarıqları güclü inkişaf edib.
Akademik yox, sosial emosional bacarıqdan gedir orada söhbət. Başqalarını da axı idarə eləyəcək, ona da axı öz fikirlərini çatdıracaq. Deməli, akademik bacarıq da səhvdir. Bu şagirddə bədən kinestetik yazıb yenə də, bədən kinestetik hərəkətli uşaqlardır ki, o qaçmağı, tullanmağı, hərəkətli praktiki işi görməyi sevir. Ona görə də bu da deyil. Cavabımız olur A bəndi. Sonra digər mövzulardan bir neçə sual nümunələrinə gəlin baxaq. Qarışıq nəzəriyyələri keçək. Şəxsiyyətin inkişafı ilə bağlı. Baxaq, misal üçün 45 nömrəli suala. Deyir, erkən uşaqlıq illərində baş tutur. Erkən uşaqlıq illəri hansı illərdir, müəllimlər? Erkən uşaqlıq. Uşaq davranışlarında nəyin doğru, nəyin yanlış olduğunu anlayır. Sadəcə bu qaydalara əməl etməyə cəhd etmir. Özünü məmnun etməyə çalışır. Bu xarakterin formalaşması mərhələləridir. Əxlaqi dəyərlərin olmadığı 0-2 yaş, özünə yönəlmə 2-6 yaş, ənənələrlə ayaqlaşmaq dövrü 6-12 yaş, qeyri-rasional şuur dövrü yeniyetməlik dövrüdür, rasionaldakı məntiqli olan dövrüdür. Burada nəyin doğru, nəyin yanlış olduğunu anlayır, amma qaydalara əməl eləmir, öz könlünü məmnun eləməyə çalışır, özünü məmnun etmək, özünə yönəlmə mərhələsi ilə. B variantı olacaq. Bəli. Burada şəxsiyyət tipləri ilə bağlı suallar da var. Gəlin onlara da baxaq. Deyir, dəyirmi masa zamanı şagirdin çoxluğun düşüncəsinə üstünlük göstərərək fikrini dəyişməsi ilə diqqətdən qaçmadı. Çoxluğun fikrini qəbul edib öz fikrini dəyişənlər kimlərdir? Təbii ki, ekstravertlər. Çünki onlar kənar təsirlərə tez məruz qalır və başqalarının fikirləri onlar üçün çox önəmlidir. Öz fikirlərindən belə daşına bilirlər. Bəli. Daha sonra burada maraqlı testlər var. Onlardan bir neçəsini sizə göstərəcəm indi. Baxaq, gəlin biraz yaxşı oxunanlara. Misal üçün 23 nömrəli sual. 23 nömrəli sualda deyilir ki, verilmiş variantlardan hansı şəxsiyyətin inkişafında irsiyyətin roludur? İrsiyyətin rolu. Ağıllı adamla dost olsan əgər, elmi mərifəti sənə də keçər. Bu təbii ki, mühitdir. Mühit. Deyir, yaxşı dostun olsa, ətrafında yaxşı insanlar olsa, sən də onlar kimi olarsan. Dostunu mənə göstər, deyim sən kimsən, yenə də bu da mühitdir. Ot kökü üstə bitər. Aha, bu irsiyyət ola bilərmi? Ot kökü üstə bitər. Bəli, təbii ki, bu olacaq irsiyyət. Yəni, deyir, qabında nə varsa odur. İrsiyyətin rolu budur. İrsiyyət, yəni, nəsildən nəslə keçən xüsusiyyətlərdir. Ağac yaş ikən, uşaq beşikdə ikən. Bunun cavabını siz yazın. Yazın görək. Ağac yaş ikən, uşaq beşikdə ikən D bəndinin cavabı irsiyyətdir, mühitdir, yoxsa tərbiyədir? Atı atın yanına bağlasan, həm rəng olmasa da həm xasiyyət olar. Bunu da siz yazın. Bu necə bəs? Mühitdir, tərbiyədir, yoxsa irsiyyətdir? D-lə Y-nin cavablarını rəy bölməsində sizlərdən gözləyəcəm. Mütləq baxacam görüm yazmısınızmı? Yazmasaz biləcəm ki, bura qədər baxmamışsınız testin izahına. Elə 5-3 dənəsinə baxıb getmişsiniz. Belə. Baxaq başqa. Bunlar asandır, yəni bu mövzular. Bunların üzərindən keçək. Daha çətin tipli testlərə baxaq. Nisbətən, yəni çətin tipli testlərə baxaq. Hə, baxın burada emosional zəka, Daniel Golemanın emosional intellekt nəzəriyyəsi ilə bağlı bir test nümunəsi. Deyir, şagird riyaziyyat fənnini xoşlamır. Lakin bu fəndən imtahan verəcəyini bildiyi üçün emosiyalarını idarə edir və özündə daxili motivasiya yaradır. Verilən situasiya ilə bağlı doğru fikir hansıdır? Sevməsə belə özündə daxili motivasiya yaradıb, özünü idarə edir. Deyir, şagirdə rasional intellekt formalaşdırılıb. Rasional məntiqli düşünmədir, bəli. Amma emosiyalarını idarə etməsi üçün emosional zəka orada olmalıdır. A bəndi olmayacaq, yəni. Şagirddə yaradıcı düşüncə inkişaf edib. Yaradıcılıqla bunun heç bir əlaqəsi yoxdur, yaxından, uzaqdan. Şagirddə emosional intellekt inkişaf edib. Düzdürmü? Emosional intellekti inkişaf etməsəydi, özünü idarə edə bilməzdi. Riyaziyyat fənnini xoşlamır, amma buna baxmayaraq özündə motivasiya yaradır və idarə edir özünü.
Deməli, emosional zəka güclüdür. Özünü idarə etmə bacarıqları var. Analitik düşünmə təhlildir. Deyil təbii ki bu cavabımız. Şagirddə sosial bacarıqlar düzgün formalaşdırılıb. Bunu niyə götürmürük? Çünki burada özünü idarə etmədir. Sosial bacarıqlar münasibətlərin idarə edilmə komponentinə aiddir. Bu səbəbdən artıq E bizim doğru cavabımız deyil. Özünü idarə etmə, emosional zəka. Başqa bir suala baxaq. Emosional intellekt haqqında verilən hansı fikir doğrudur? 30 nömrəli suala baxaq. Deyir, emosional intellekt inkişaf etdirməyə yetkinlik yaşından başlamaq daha məqsədə uyğun hesab edilir. Baxın, emosional zəkadır, mənəvi dəyərlərdir. Bunlar zamanla formalaşa bilən bir şeydir. Və xüsusi bir yaşı gözləməyə ehtiyac yoxdur. Kiçik yaşlarından formalaşdıra bilərik. Bu yanlış bir fikirdir. Valideynin emosional intellektinin yüksək inkişafı şagirdə birbaşa təsir edən faktordur. Düzdürmü? Bəli, valideynin emosional zəkası nə qədər güclü olsa, övladı da bir o qədər emosional intellekti güclü olar. Valideyn özünü idarə edə bilmirsə, hər hansı bir problemdə tez qışqırır, bağırırsa, uşaq da onun kimi olacaq. Yəni o da başlayacaq kimsə səhv eləyən kimi qışqırmağa, danlamağa. Deməli, valideynin emosional intellekti övladına da təsir edir. Hətta müəllimin belə emosional zəkası şagirdə təsir edir. Niyə C, niyə səhvdir? Emosional intellekti inkişaf etdirmək üçün summativ qiymətləndirmədən istifadə məqsədə uyğundur. Emosional zəka sosial bacarıqdır. Bunun qiymətləndirməklə, summativlə bir əlaqəsi yoxdur. Summativ amma akademiki qiymətləndirir, biliş bacarıqları. Tənqid etmək bacarığı yox. Tənqidi təfəkkür emosional zəkanı inkişaf etdirə bilər, tənqid etmək yox. Emosional intellektin inkişafının mənəvi dəyərlərə təsiri demək olar ki, yoxdur. Əksinə, Daniel Goleman özü ilə mənəvi inkişaf nəzəriyyəsinin əsasında emosional zəka nəzəriyyəsini yazıb. Düzdür? Kolbergin nəzəriyyəsi əsasında. Ona görə də mənəvi dəyərlər emosional zəkaya təsir edir deyirdi. Cavabımız oldu nə? Cavabımız oldu B bəndi burada. Belə, bu qədər müəllimlər. İstəmirəm sizi də çox yorum. Əgər dediyim kimi videomuzu bəyənirsinizsə, izahlarımızı bəyənirsinizsə, ardını görmək istəyirsinizsə, buyurun, rəy bölməsinə yazın fikirlərinizi. Yazın ki, Elgün müəllim, izahlarınızı görmək istəyirik. Bizim üçün xeyirlidir. Siz bu cür izahları paylaşın, biz də yaralanaq. Mən də yenə deyirəm, biraz da həvəsə gəlim və sizlər üçün videoları paylaşım. Kanalımızda maşallah 55 minə çatıbdır. Sizin dəstəyiniz nəticəsində təbii ki. Gəlin 100 minə çatdıraq kanalımızı artıq. Yəni davamlı şəkildə paylaşaq videolarımızı, rəylərimizi, bəyənmələrimizi əsirgəməyək, əgər dəstlərimizi təbii ki bəyənirsinizsə. Uğurlar olsun hər birinizə. Mən əlaqə nömrəmi qeyd edirəm. Əgər ehtiyac olarsa, dəstlərə falan qoşulmaq istəsəz, mənimlə əlaqə saxlaya bilərsiniz. Əlaqə nömrəm 050 697 78 33 olacaq. Bəli, WhatsApp mövcuddur bu nömrədə. 050 697 78 33 nömrəsinə yaza bilərsiniz mənə. Mən sizin suallarınızı cavablandıracağım. Yəni dərslə bağlı falan sualınız olarsa, buyurub yaza bilərsiniz. Uğurlar olsun hər birinizə. Sağ olun, salamat qalın.